Buraxılış imtahanları minlərlə şagirdin təhsil həyatında həlledici mərhələ sayılır. Bəs bu dövrdə diqqət edilməli olan vacib məqamlar nələrdir? Ümumi orta təhsil müəssisələrinin 9-cu sinifləri üçün aprelin 5-dən başlayan buraxılış imtahanları davam edir. Növbəti imtahan 12 aprel tarixində keçiriləcək. Şagirdlər özlərindən əvvəl imtahan verən həmyaşıdlarından tövsiyələr alırlar. Kimisi həyəcanlanır, kimisi də vaxt az qaldığından dərslərinə daha ciddi yanaşmağa başlayır. İmtahana hazırlaşdım, dördə stresli deyiləm, gələcəyimi yaxşı planlayıram. İmtahana stresli deyiləm, inşallah uğurla gedib, uğurla çıxaram. Mən imtahanlara yaxşı hazırlaşıram və düşünürəm ki, imtahanda asan da olacaq mənim üçün. İmtahan müddəti 3 saatdır, lakin nəzərə alsaq ki, ən çalışqan və savadlı şagird də imtahana daxil olarkən həyəcanlanır. Bu da imtahanda ən vacib məqamın məhz düzgün vaxt bölgüsü olduğunu bir daha sübut edir. Xüsusilə də oxuyub anlama, riyazi məntiq suallarında şagirdlər sualı tam analiz etmədən cavablayırlar və bu da səhvlərin artmasına gətirib çıxarır. Dinləmə tapşırıqlarında şagird düşünür ki, vaxt çox gedəcək, amma əsas məsələ diqqətin düzgün şəkildə idarə olunmaması məsələsidir. Bu səbəbdən ilk növbədə daha rahat və tanış sualları cavablandırmalıdır. Daha sonra həlli çətin, vaxtı çox aparan suallara cavab axtarmaq tövsiyə olunur. Bütün şagirdlərin vaxtını ən çox sərf etdiyi və onlarda müəyyən çaşqınlıq yaradan dinləmə mətnlərinə gəlincə isə dinləmədən öncə də dinləmə tapşırıqlarla bağlı suallarla mütləq şəkildə tanış olmalıdırlar. Oradakı açar sözlərə diqqət yetirməlidirlər ki, dinləmə zamanı həmin sualları müəyyən 2-3 dəqiqə ərzində cevablaya bilsinlər. Təbii ki, imtahana müəyyən bir strategiya ilə daxil olanda nəticə həm şagird üçün, həm valideyn üçün, həm də müəllim üçün qənaətbəxş olur. İmtahandan bir həftə 10 gün əvvəl DİM-in saytında yerləşdirilən buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə imtahana getmək mütləqdir. Şəxsiyyət vəsiqəsi şəkilsiz olan şagirdlərə isə təhsil aldıqları məktəbdən şəkilli arayış təqdim edilməlidir. Bəzən olur ki, mobil telefon dediyimiz kimi və yaxud ağıllı saat gətirirlər və yaxud kalkulyator gətirmək istəyirlər, kimsə hansısa konspekt, dəftər, kitab gətirmək istəyir. Bax, bunların heç birinə icazə verilmir. İmtahan saat 11-də başlayır, ancaq 10:45-də buraxılış rejimi başa çatır. Onu da qeyd edək ki, 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri həm attestatın verilməsində, həm sinifdən sinifə keçməsində, həm də şagirdlərin gələcək təhsil istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bu imtahanların sonuncusu isə aprelin 26-sında baş tutacaq. Röya Salmanova, Emin Tağıyev, Telesəhər.